etmək istəyirəm. Xanımlar və cənablar, zəhmət olmasa sakitçilik olsun. Faberlik Azərbaycan şirkətinin yeni elit direktoru Məmmədova Turanı alqışlarınızla. Gözəl, yaraşıqlı, ağıllı, inatdan, məqsədə yönlü, hamının sevimlisi. Axşamınız xeyir olsun dəyərli seminar iştirakçıları. Hər birinizi salamlayıram. Mən əslində 3-cü dəfədir elitə görə səhnəyə çıxıram, amma bu dəfə çox həyəcanlıyam. Düşünürəm ki, həyəcanımın ən böyük səbəblərindən biri bugünkü seminarda nə az nə çox düz komandamdan 29 direktor və daha yuxarı rütbə iştirak edir. Çox sağ olun. Bu gözəl günümdə məni tək qoymadığınıza görə hər birinizə minnətdarlığımı bildirirəm. Doğrudan da bu təsadüfdür. Faberlik Azərbaycanın 20 illiyi. Plus komandamın bu böyük say çoxluğu və xüsusi bir məqam da var ki, bilirsiniz ki, mən Şabran rayonunda doğulmuşam, boya başa çatmışam və bu rütbənin məhz və bu seminarın məhz Şabran rayonunda keçirilməsi mənim üçün başqa bir hissdir, başqa bir doğmalıdır. Hər birinizə təşəkkür edirəm. Təbii ki, Tata xanım, sizə təşəkkürümü bildirirəm. İrina xanım, sizə təşəkkürümü bildirirəm ki, o qədər gözəl quruculuq, o qədər gözəl sistem, o qədər gözəl idarə etməniz var ki, belə bir söz var, deyir, heç kəs tək uğurlu ola bilməyəcək. Yəni, heç kəs düşünməsin ki, mən elə özüm uğurlu oldum. Təbii ki, bunun səbəb olanlar, yəni müəyyən məqamlar var ki, insanı uğura təbii ki, öz istəyidir və digər şeylər də aparır. Məni Faberlik şirkəti ilə tanış edən dəyərli rəhbərim Ramilə xanıma təşəkkür edirəm. Ramilə, nə yaxşı ki, məni Faberlikə dəvət etmirsən, nə yaxşı ki, inadımı qırmısan, məni bu yola çıxartmısan. Təbii ki, dəyəri heç vaxt itirmək olmaz. Mənə işi bu örəyədən, yəni o kiçik etaplardan keçdirən Gündüra xanım burada olmasa da mənim ürəyim onunladır. Ona təşəkkürümü bildirirəm ki, yəni bilirsiniz necədir? Hər kəsin payı var, hər kəsin səbəbi var və təbii ki, bunu danmaya bilmərəm. Hər zaman belə açıq deyim də, yoldaşımla belə nəsə danışanda, Məlaiklə bəzən çox danışırıq, deyir ki, Turanə bəsdir də, siz nə qədər danışırsınız? Etibar, başa düşürsən, o mənim həyatımı dəyişən insandır. Məlahət, sənə təşəkkürümü bildirirəm. Nə yaxşı ki varsan, nə yaxşı ki, mənim bu günləri nəinki elit, nəinki belə deyim də maddi azad yaşamağımın, Faberlik belə bir söz var, insan yetişdirmə məktəbidir. O qədər bizi gözəl yetişdirdi ki və biz bu qədər insanın həyatına toxunuş elədik. Bu qədər insan, səhər Rüqya xanımdan danışırıq, söhbət edirik və deyirəm ki, artıq mən elitəmdə də ağlamayacam da. Bu dəfə bir dəfə də pozitiv olacam çıxışlarında. Rüqya xanıma deyirəm ki, Rüqya xanım, başa düşürsünüz bu nəyə görə insan kövrəlir? Bir var ki, bir şey var. Və indi də var da, bu normal haldır. Amma bir var ki, bu şey yox idi. Güvənin yox idi. Dik duruşun yox idi. Əlimə mikrofon alıb bu qədər insanın qabağında danışa bilməzdin. Pul yox idi. Bir sözlə, yoxlardan ibarət bir həyatı bir insan çıxır və oldurur. Plus da arxasıca bu qədər gözəl, uğurlu, gənc xanımları aparır. Yəni, düşünürəm ki, bundan gözəl nə ola bilər? Rüqya xanım, çox sağ olun başlatdığınıza görə. Xəyalə xanım, mənim dəyərlim, burada olmasa da, nə yaxşı ki başlatmışsınız. Bizim dəyərlimiz, divamız, Əminə xanım, çox sağ olun hər şeyə görə. Minnətdaram sizə. Nəinki rəhbərlər, nəinki şirkət, nəinki komanda, hətta mən kollegalarıma buradan təşəkkürümü bildirirəm. Mən hər zaman onların sevgisini, onların diqqətini hiss eləmişəm. At çəksəm uzun olacaq